Dear Ronald, əziz Ronald, I would like to congratulate you on your high school graduation. Mən səni ali məktəb məzun olmağı münasibəti ilə təbrik etmək istəyirəm. I got this news from your dad. Mən bu xəbəri atandan aldım. I know that it is all the outcome of your hard work. Bilirəm ki, bu sənin çətin, yəni gərgin işini öhdəsindən gəlməyin nəticəsidir. I hope that you will continue the same in your future. Ümid edirəm ki, gələcəkdə də eyni şəkildə davam edəcəksən. I believe you will manage your job well və mən inanıram ki, sən işini də yaxşı idarə edəcəksən. All the best for your future. Gələcəyin üçün ən xoş arzular. Sincerely, Louis Albert. Hörmətlə, Louis Albert. A variantında Louis wishes Ronald to enter high school. Louis ali məktəbə, yəni universitetə qəbul olmağını arzulayır Ronaldın. Universitetə qəbul olma yox, məzun gününü təbrik edirdi. B variantında Louis congratulates Ronald on his high school leaving. Louis Ronaldı ali məktəbi, yəni bitirməyi ilə bağlı təbrik edir. Doğru cavabımız B variantıdır. C variantında Louis gives some advice to Ronald. Louis Ronalda bəzi məsləhət verir, arzularını bildirirdi. D variantında Ronald gets good news about high school. Ronald ali məktəb haqqında yaxşı xəbər alır. Ronald yox, Albert idi. Ronald haqqında məlumat almışdı. Və Y variantında Ronald advises Louis to study at university. Ronald Louis-ə universitetə təhsil almağa məsləhət görür. Yenə də bu haqda məlumat yoxdur. Doğru cavabımız B variantı götürülür.